Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Əziz izləyicilərimiz, sizləri bugün Novxanıdan salamlayıram. Novxanıda Amor restoranının qarşısından düz mərkəzi yoldan Novxanı Sumqayıt yolu, mərkəzi yoldan dəniz qırağının kənarından gedən yoldan 600 metrlik məsafədə asfalt yol birbaşa bu evimizin üstünə gəlib çıxır. Düz buradan çıxırıq dənizə. İstirahət mərkəzləri, sol tərəfimiz gedir Sumqayıt, sağ tərəf gedir Novxanı, Novxanıdan qalxırıq gedirik, Binəqədiyə yol gedir, bir də oradan gedir üzü dairəvi yol çıxır Sibrizə. Həmən yoldan 600 metrlik məsafədə yerləşən 2,5 sotun içərisində inşa edilmiş şəxsi olaraq bu evin sizlərə təqdimatını edəcəm. Evin qiyməti bugünkü gündə 145 min manatdır. Start başlanğıc qiymətli təcil olaraq satılmalıdır. Ev bütün əşyaları ilə satılmalıdır. Dəyərli izləyicilərim, evin həyətində hovuz yoxdur, amma ev sahibinin özünə aid olan evdə saxladığı rezindən 3 metrənin 6 metrəyə olan filtrli hovuzu var. Hansı ki, qurursan həyətdə, yayda, için doldurursan su ilə filtri olunur, istifadə eləmək olar. Yerimiz var. Gələcəkdə kim istəsə gedir həyətə. Gələcəkdə kim istəsə avtomatik olaraq pultla təchiz olunmuş darvazası var. Hər tərəfdən kamera xəttləri, nöqtələri qoyulub, telefonla idarə olunur, görüntü olaraq baxmaq olur. Əziz izləyicilərimiz, bu ev bugünkü gündə təcili olaraq satılmalıdır. Torpağın da, evin də kupçası var, bütün əşyalı. 145 min manat. Startdır. Gələcəyinə buranı kim alsa, alıb biznes kimi pul gəlir əldə etmək üçün istifadə edə bilər. Niyə görə? Deyim sizlərə. Dəyərli izləyicilər, bax, burada gözəl bir, geniş bir yerimiz var. 15 min xərci var ki, burada bir dənə qəşəng hovuz salırsan, isti hovuz, indi hal-hazırda moddadır. Gündəlik 200, 250, hətta elə günləri ola bilər 150 manatdan, yayda isə baha qiymətdən kirayə vermək olar. Aylıq da yay ayların kirayə vermək olar. Aylıq buranın kirayəsi mənə elə gəlir ki, 3000-3500 mümkündür. Çünki çox gözəl yerdə yerləşir. Dənizə yaxındır, bütün əşyalıdır. Kondisionerinə qədər hər bir şeyi var. Hovuzu saldım burada. Həyətdə su hövzəsi var. Bir dənə hovuzdan əlavə olaraq həyətə sanitar qovşağı salmaq lazımdır. Çünki evin içərisində bir dənə ümumi sanitar qovşağı var. Bir dənə də burada yataq otağıdır. Yataq otağının içərisində jakkuzisi var. Bura bir dənə həyət üçün sanitar qovşağı salırsan, bir dənə də ora hovuz salırsan, çox qəşəng bir evdir. İndi isə keçək evin daxilinə, evin içərisində sizləri tanış edeyim. Dəyərli izləyicilərimlə bir daha söyləyirəm, bu ev təcili olaraq satılmalıdır. Biz hal-hazırda evin daxilindəyik. Evin daxilinə keçəndə pilləkən, bir yataq, yuxarıda ikinci yataq. Bir dənə də aşağıda yataq otağı var, içərisində jakkuzisi var. Sanitar qovşağı ümumi, orada da mətbəx. Burada geniş qonaq otağıdır. Ev bütöv olaraq istilik sistemi, atapneli sistemi ilə təchiz olunub. Burada elektrik kameni var, televizor, kondisioner. Bir də ki, pəncərələrdə jalüzləri var. Çəkilir, bağlanır. Cam balkon, şəbəkə cam balkon qoyulub bura, hansı ki, mətbəxlə qonaq otağın ayırırsın. Gələcəyinə divan kreslonu bu tərəfə çevirib, mətbəxdən buradan da istifadə eləmək olar. Gəl, keçək burana. Yataq otağını təqdim edeyim. Birinci mərtəbədə yerləşən yataq otağı birbaşa həyətə baxır. Yataq dəsti var. Daxilində jakkuzisi. Buyur, bir dənə jakkuzi də çək. Duş kabinə kimi açılıb bağlanır. İndi isə gəl, keçək. Birinci mərtəbədə yerləşən ümumi sanitar qovşağı, birinci kombi, paltar yuvan maşın qoyulub, sonra sanitar qovşağı, duş kabinası. Keçirik mətbəxə. İnanın Allaha, mətbəxdə yığılan mətbəx mebelin üzündən salafanları qopmayıb. Baxın, salafanları qoparsan təptəzə mətbəx mebelidir. Qaz sobasıdır, aspiratorudur, su hövzəsidir, soyuducusudur. Hətta sobası da var, yerə qoyulub. Bu da ki,
qonaq otağına mətbəx otağını ayıran cam balkonlu pəncərə. Birinci mərtəbəni çəkdik, indi isə qalxırıq ikinci mərtəbəyə. Dəyərli izləyicilər, bu 1-2 ilin, 3 ilin tikintisidir, şəxsi olaraq tikilib. Demək olar ki, A-frame stilində, A-frame proyektində inşa olunub. Bugünkü gündə bilirsiniz ki, A-framelər də çox moddadır. Hamı tikir, həm kirayə üçün, həm də ki, yaşamaq üçün. İkinci mərtəbədə yerləşən yataq otağı. Keçin mən burada bu yataq otağını sizlərə göstərim, sonra mövzusu yataq otağında göstərəcəm. Əzizlər, baxın, bu əşyalar hamısı həyətdə qurula bilən hovuzun əşyalarıdır, rezinləridir. Hamısı yığılıb, qoyulub bura. Bir yataq otağı burada, pəncərəsi həyətə baxır. Sonra keçirik. Bir yataq otağı aşağıda idi, bir yataq otağı da buradadır. Evin daxilində 3 yataq otağı var. 3 yataq otağı. Keç buranı da göstərək. Dəyərli izləyicilər, bir daha söyləyirəm. Evin ümumi yaşayış sahəsi, kvadratı, yaşayış sahəsi 120 kvadratdan yuxarıdır. Evin də torpağında kupçası çıxarışı var. Bugünkü gündə bir daha söyləyirəm, təcil olaraq 145 min manata satılır. Dəyərli izləyicilərimiz, kanalımıza abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.